Salam, bugünkü dərsimiz dünyanın iqtisadi gücləri olacaqdır. Orta əsrlərin sonuna qədər təbii sərvətlərin bolluğu ilə seçilən Asiya ölkələri, xüsusilə Çin, dünyanın ən varlı ölkəsi hesab olunurdu ki, ta ki böyük coğrafi kəşflərə qədər. Artıq böyük coğrafi kəşflərdə yeni ərazilərin kəşf edilməsi, yeni ərazilərin müstəmləkələrə çevrilməsi Avropa ölkələrinin də yeni iqtisadi gücə çevrilməsinə gətirib çıxarır ki, dünyada tək mərkəzlik yaranır. 20-ci əsrin əvvəllərində ABŞ-ın da yeni güc mərkəzi olması dünyanın iqtisadi mənzərəsində iki mərkəzlik yaratdı. ABŞ-da elmi-texniki yeniliklərin tətbiq edildiyi nəhəng istehsal müəssisələri yaradıldı və bu işlərə Avropadan məşhur alimlər cəlb edildi. Ölkədə istehsal olunan məhsulun satışı üçün marketinq fəaliyyəti tətbiq edildi. 1950-ci ildən başlayaraq Yaponiyanın da iqtisadi gücü sürətlə artması ilə dünyada çox mərkəzli iqtisadi model yarandı. 1975-ci ildə Fransanın təşəbbüsü ilə böyük altılıq yaradılır. Bura daxil olan ölkələr Almaniya, ABŞ, Fransa, Britaniya, İtaliya və Yaponiya olur. 1976-cı ildə artıq Kanadanın da bu qrupa daxil edilməsindən sonra böyük yetkilik yaranır. 97-ci ildə isə Rusiya qatılır və böyük 8-lik olur. Dünya ixracatının 49%, sənaye istehsalının isə 51% böyük 8-liyə məxsus olur. 20-ci əsrin sonunda inkişaf etməkdə olan ölkələrin bəzilərinin iqtisadiyyatlarında yeni modellər tətbiq olunaraq dünyada yeni iqtisadi güc mərkəzlərinin yaranmasına gətirib çıxarır ki, bir neçə ölkələr Çin, Amerika Birləşmiş Ştatlarıdır, Almaniyadır, Yaponiyadır. Bunlarda yeni iqtisadi modellər yaranır və bu isə bu dövlətlərin iqtisadiyyatlarının daha da güclənməsinə gətirib çıxarır. Bunlardan ən mühümü özəməxsus iqtisadi modelini yaradan Çin Xalq Respublikasıdır ki, Dünya Emalatxanası adlanan Çin 2015-ci ildə istehsal olunan məhsul və göstərilən xidmətlərin həcminə görə dünyada ikinci yeri tutur. Zəngin xammal və kifayət qədər ucuz işçi qüvvəsi dünyanın tanınmış şirkətlərinin Çin iqtisadiyyatına böyük həcmdə sərmayə qoymağına və öz müəssisələrini burada yerləşdirməsinə səbəb olur. 1999-cu ildə Şərqi Asiya, Rusiya, Braziliyada baş qaldıran iqtisadi və maliyyə böhranlarından sonra ABŞ və Kanadanın maliyyə nazirlərinin təşəbbüsü ilə böyük 20-lik yaranır. Və bu qrupa daxil olan ölkələr Çin, Hindistan, Argentina, Braziliya, Meksika, Cənubi Afrika Respublikası, Avstraliya, Türkiyə, İndoneziya, Səudiyyə Ərəbistanı, Cənubi Koreya və Avropa İttifaqı Komissiyası daxil olur. Və böyük 20-lik tədbirlərində yalnız üz dövlətlər deyil, bu tədbirlərdə dəvət olunan digər dövlətlər də iştirak edir. Buna misal olaraq, böyük 20-nin Antalya samitində Azərbaycanın iştirakını göstərə bilərik.